Şey geldi. İşten bir de gördüm Zəhnur ki ağzım yüzüm əyilib. Dünən çox idi əyilib. Dünən işdən gələndə. Dünən səhər işdən. Dünən günorta gördünüz ki üzünüz əyilib. Yox, mən hiss eləmədim. Mən bilmədim ki, əyilibdir. Mən avtomobil yoldaşları. Aha, dedilər ki, məsələn sənin üzün əyilib. Ağzını əyilibdirsə. Dedim, mən də oyun oynamayayım. Bizə valla əyilib. Getdim maşının gülüsündə baxdım, gördüm mən ağızda, qulağına çat. Aha. Sonra gəldim şeylədi, müdüriyət dedi ki, bunu tez aparın. Ağzınız əyilib, gözünüzü bəlkə yuma bilmirsiniz. Düzdür? Bəlkə yuma bilmirsiniz. Qaşlarınızı qaldırın. Nəsə var elədi. Aha. Gözünüz yumulmur deyə. Elə bir yumanda nəsə ağır yumur. Ağır yumur. Aha. Bəs yeməyinizi normal yeyə bilirsiniz? Yox, yeyirəm yeməyim, normal. Aha. Yaxşı. Həmin momentdə doktor mən soruşdum, dedi o hissiyatım zadım vardı, yəni əl, qol, ayaq hamısı. Yox, bir şey ani moment gəldi. Mən əlimi vurdum, gördüm, mən burada hiss eləmirəm. Nə məsələ elədir ki, əlimi belə tuturdum. Üzünüzdə keylik var. Keylik var idi, sonra açıldı. Tez açıldı da, yəni elə vaxt apardı. Keylik tez açıldı. Bəs ağrı var qulağınızın arxasında? Yox, heç ağrı olmadı. Ağrı yoxdur. Heç qıram da ağrı olmadı. Aha, amma bu yaxınlarda qrip olub, hə? Grip keçirir, gripi də pis keçirdi, qızdırma oldu. Yaxşı, ilk dəfədir belə bir şey baş verir, üzünüz əyilib. İlk dəfədir. Şəkəriniz var? Xeyr, yox. Təzyiqiniz yüksək olur? Yox, təzyiqim olandır. Aha. Amma dərman Yaxşı, əllərinizdə, ayaqlarınızda bir şikayətiniz var? Var, qollarım məsələn keyir bu qollarım. Aha. Bundan qabaq. O öncəki şikayətinizdir. Öncə də aşağıda. Aha. Yox, indi yeni yaranan, bax dünən Yox. yeni yaranan bir zəiflik, keymə. Yox, hələ şeylə bir şey yox. Elə bir şikayətiniz yoxdur. Yaxşı.